Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Siz yəqin fikirləşirsiniz ki, mehman hardasa Miami'də və ya İtaliyanın hansısa adasında dincəlir. Amma xeyr, elə deyil. Biz indi hal-hazırda Binəqədinin düz mərkəzindəyik və mən bu gün gəlmişəm öz istirahət hüququndan istifadə edeyim. Çünki bizim gözəl dövlətimiz bizim kimi gənclərə bütün şəraitlər yaradıb ki, biz artıq pul xərcləyib xaricə getməyək, xarici dənizlərə getməyək, xaricə gedib artıq pulumuzu xərcləməyək. Bizim üçün şərait yaradıb, bizim üçün dənizi düz mərkəzə gətirib ki, biz gələk burada istirahət eləyək. Və mən əlbəttə ki, buradan bütün məmurlara səslənirəm. Siz də gəlin, bizə qoşulun, bizlə dincəlin. Bu gözəl analog olmayan inkişafımızı öz gözlərinizlə görün. Buyurun, mən istəyirəm sizi dəvət edeyim öz istirahətinə. Maskalarını çıkar. Yaxşı.